34'te nə olacaq? Mənim ikincidə boş olar. Bəli, yer adları ilə gedir, artikel işləmir. Tamam, A-la B qaldı. Most people. Mən most people çox adam deməkdir, o mənada çıxır. Əksəriyyət insanlar deməkdir. Mostla nə vaxt artikel işlənirdi, nə vaxt artikel işləmirdi. Mənim üstünlük dərəcəsində olanda işlənirdi. Yəni üstünlük dərəcəsində olmaq üçün yanında nə gəlməlidir? Sifət. Bəli, afərin, sifət. People sifətdir. İsimdir. İsimdir. Demək burada artikel işlənməyəcək. Başa düşdün? Amma məsələn, düzgün cavab 35-ə. Eyni qayda burada da var. Mən burada da birinci boş olar. Sifət yoxdur. Bəli, sifət yoxdur. Birinci boş olar. Bax, televizor izləmək watch TV-dir. Watch TV, artikel yoxdur. Amma listen to the radio olacaqdır. İkinci radio ilə Z artikel işlənir, yadında qalsın yaxşı. Aha, sonra ya B bəndidir, ya da D bəndidir. Burada da işə gedən yolun üstündədir. Müəyyən yoldan söhbət gedir. Nə olmalıdır ona görədir? On the way to work. İşə gedən yol. Aha. Sonra baxırıq 36-cı testimizə. Mən ikincidə heç nə olmaz. İtaliyaya görə olmaz. Last week-lə bəs. Sıra mənasında olurdu, zamanda yox. Burada olmaz. Burada olmayacaq. Çünki zaman anlayışı bildirir. Deməli, bir dənə qaldı düzgün cavabımız C bəndi. Send me postcard. Aha, 37-də də burada da ikincidə olar, üçüncüdə olmaz. Bəli, ikincidə olar çünki states var. Aha, sonra burada last year üçüncüdə zaman bildirir, olmaz. Bəli, bəs birinci tərəfdə necə? Ofdan əvvəl də Z olar. Bəli, çünki Birləşmiş Ştatların prezidenti deyil, məlum prezidentdən söhbət gedir, cavab olacaqdır B bəndi. Aha, baxaq 38-ci testimizə. Birinci düzdür. İngiltərə ilə necə işlənsin ki, ən artiklı? Ölkələrlə artikl işlənirdi. Ha, aha. Amma üçüncü düzdür. Çünki ikinciyə mənə aiddir o artikel. Hə, burada yerləri qarşı yazıb rəqəmlərin. Bəli, 3 düzdür, çünki burada ən mənə aiddir, afərin. Bir səhvdir, 3 düzdür. Bir səhvdir, subject. Subject də mənim mövzudur da. Subject fən deməkdir, sayıla bilən tək isimdir. 4 də düzdür, ikinciyə aiddir orada. Amma indi burada easy site-lə başlayırıq. Sən birinci easy nəzərə almalıydın. Ən easy subject olmalıydı. Başa düşdün? Ən easy subject. Deməli, düzgün cavabın olacaqdı a unit. Bir də an Englishman. Unitdə unit oxunur deyə olacaqdı cavab 2-3. Yaxşı, 39-cu testimiz. İkincidə olar, üçüncüdə olmaz. İkincidə olar. Niyə olar burada? Çünki ofdan əvvəl Z olar. Bəli, Amerikanın prezidentdir. Amerika ilə artikel işlənmir. Deməli, nə bəndə olacaq onda? Bu D qaldı. İ də sait olduğuna görə bu bəndi. Bəli, an incredible story deyirik. Düzgündür. Burada story sayıla bilən tək isim də mütləq artikel verməliydik. Ondan sonra 40-cı testimiz. Second ikinci deməkdir. First, second, third. Sıra sayıları idi. Sıra sayıları bunlar kökündən dəyişilir. Düzəlirdi. Bunlarla mütləq Z artikel işlənməlidir. Bu da yolun sonundadır. Bəli, birləşmə